Biri ateist deyənə mən gül kimi Allahdan dönmərəm. Olsun da ateist. Peyğəmbərin yanında ateist yox idi, doluydu. Gəlirdilər, otururlar Peyğəmbərin yanında. İki kəlmə elə qurban olduğum nəfəsini açan kimi vicdanı olan iman gətirirdi, olmayan düşmən kəsilirdi. Olsun. Biz inanclı insanlarıq. Biz bilirik ki başımızın üstündə bir yaradanımız var. Amma o yaradanımız kimdir? Necədir? Nəyi harda necə tələb etmişdir? Nəyi qadağan etmişdir? Nəyi etməmişdir? Deyə qətiyyən şəxsi bilgimiz yoxdur. 100 il qala yenə olmayacaq. Mən hardan bilirəm Allah? Sən varsan bilirəm. Fitrətimə yerləşdirmisən. Bu əqlimə bu informasiyanı təyin etmisən ki, ey mexanizm, ey insan mexanizmi. Durdun, ayıldın, özünə gəldin, həddi buluğa çatdın, ağlın düşündü mü? Dərhal bilməlisən ki, sən öz başına yarana bilməzsən. Bir yaradanın var. Amenna. Bunu bilməyən o adam yoxdur. Bunu bilməyən canlı yoxdur. Yaxşı, sən kimsən? Necəsən? Hardasan? Məni niyə yaradmısan? Məndən nə istəyirsən? Niyə xəlq eləmirsən məni? Bütün bunların cavabıdır İmam Hüseyin aleyhissalatu vesselam. İndi bil kimi məclisində oturmuşsan. Allahın yeryüzündə təyin elədiyi səfir, hüccət, Peyğəmbər Əkrəmin eyni elminin daşıyıcısı, eyni əxlaqın sahibi, eyni qan daşıyan tərtəmiz nəsil, salavatullahi və selamuhu